Natiq Əliyevin qəhrəmanlığı uzun illər keçsə də döyüş yoldaşlarının yadındadır. Bildirmək istəyirəm ki, 1971-ci ildə Natiq Ağdərə rayonunun bax bu Sırxavənd kəndində anadan olmuşdu. Rus hərbi xidmətindən sonra o 91-ci ildən 92-ci illərdən o öz dədə-baba yurdunda erməni daşnaqları baş qaldırdığına görə silaha sarılıb kişi kimi mərd-mərdanə düşmənin qarşısında düşmənə cavab verməyə başladı. Şəhidimiz orta məktəbi Sırxavənd kəndində bitirdikdən sonra Rusiyanın Amur vilayətində hərbi xidmətdə olmuşdu. O vaxtlar Qarabağda ermənilər baş qaldıranda Natiq hərbi xidmətini Amur vilayətində qutarandan sonra öz doğma doğulduğu kəndə Sırxavəndə qayıtdı və orada özünü müdafiə batalyonuna qoşuldu. Bax o görünən Fərrux dağını, bu ətrafda olan dağların, dərələrin uğrunda gedən döyüşlərdə Natiqin çox böyük əməyi olub. Bir dənə məsəl mən göstərə bilərəm ki, 1992-ci ilin yay ayları idi. Fərrux dağına bizə hücum əmri verdilər. Fərrux dağında erməni düşmənlər məskunlaşmışdı. Biz ora hücum eləyib Fərrux dağını götürməliydik. Yorbagor Zori Balayan Fərrux dağını Dağlıq Qarabağın Qızıl Hasarı adlandırmışdı. Bəli, Natiqlə birlikdə bir neçə Natiqdən başqa bir 15 nəfər, 20 nəfər əskərlə Fərrux dağına gecə ilə hücuma getdik. Demək, düşmənin səngərinin çöndərdi gözlərinə tərəf nəysə bir qısa əməliyyat keçirdik, düşmənin səngərlərini ələ keçirdik. Səhər işıqlaşa düşmən texnika ilə, artilleriya ilə hücum çəkdi Fərrux dağına. Demək, Natiq, şəhid Natiq pulemyotla, əlindəki pulemyotu ilə, sevimli silahı pulemyotu ilə vicdanıma and olsun, düşmənə göz verib işıq vermədi. Yəni, elə yaxınımızda olan bir 6 nəfər, erməninin 6 nəfər cəsədi qalmışdı Natiqin önündə. Həz onu vaxtı çəkdik, gətirdik, sürüdük, cəsədləri apardıq, təhvil verdik aidiyyatı üzrə bizim nümayəndəliyə. Yəni bunu çox deyə bilərəm, çox danışa bilərəm. Natiq bu Ağdərə rayonunun Sırxavənd kəndində qazancı əməliyyatında Natiq elə bir iş gördü ki, elə bir əməliyyata qoşuldu ki, əgər Natiq və rəhmətli Şirin Mirzəyevin rəhbərliyi altında Natiq kimi oğlanlar qazancını düşməndən təmizləməsəydi, Sırxavəndi Xocalı kimi faciə gözləyəcəkdi. Natiq Əliyev o həmişə PK pulemyotundan istifadə eləyirdi. Düşmənlərə qarşı həmişə o silahla döyüşüb. Çox sərras və səlis atəş eləyirdi. Hətta gözümüzün qarşısında erməninin necə vurduğunda mən öz gözümün şahid olmuşam. Ağdərə rayon istiqamətində çox olub əməliyyatlarımız. Sərsəng-Göl su ətrafında da olubdu əməliyyatımız. Orada da hətta bir dəfə mühasirəyə düşmüşük, o mühasirəni yarmışıq. Sonra axırıncı dəfə Natiq Əliyevlə Ağdərə rayon 3-cü savxozunda əməliyyat vaxtı orada mühasirəyə düşmüşük. Orada çox əməliyyat keçirilibdi. Gözəl döyüşçü yoldaşlarım olub. Qardaşımız şəhid Natiq olub yanımızda. Dəfələrlə biz mühasirəyə düşmüşük. Natiqin müqaviməti qarşısında biz oradan yaralı olmamıza baxmayaraq biz oradan sağ çıxmışıq. Ağdərə rayonunun Qazancı kəndi. Bizi orada ermənilər mühasirəyə saldığı momentdə rəhmətli Natiq, bizim şəhid qardaşımız bizə köməkdarlıq etdi və erməninin müəyyən texnikaları yeriyirdi. Onu qaytardı və birim vurdu. Vurmaq məqamından ermənilər geri çəkildi. Ona milli qəhrəman düşürdü. O elə bir oğul idi ki, yəni ki, ona milli qəhrəmanla da üstünlük bir nəsə lazımsa o düşürdü. Natiq elə bir oğul idi. Natiq elə bir döyüşçü idi. Elə bir qorxmaz bir insan idi o. Elə bir böyük bir dayağımız hiss eləyirdik Natiqi. Həqiqətən qorxmazlığı ilə bizə həmişə təskinlik eləyirdi. Erməni kimdir, bizi qorxaq ondan filan bizə çoxlu tövsiyələr verirdi. Can Yataq, Gül Yataq, Orta Kənd, Ağdərənin özü, 3-cü savxoz, Fərrux, Qazancı,
Onlarla 20'ye yaxın kəndin, rayonun uğrunda düşmənlə sinəsiniyə Natiq kişi kimi, qəhrəman kimi vuruşmuşdu. Mən bir onu deyə bilərəm ki, aidiyyatı qurumlardan Natiq kimi oğlanın layiq olduğu ad verilsin də xahişimiz budur. Bizim xahişimiz ölkə rəhbərliyimizdən və digər qurumlardan bizim xahişimiz o kifayət qədər düşmənin zirehli texnikasını, kifayət qədər düşmənin silahlı, canlı qüvvəsini Natiq məhv etmişdi. Və şahidlər, subutlar hal-hazırda yaşayır, var. Mən nə deyə bilərəm? Bundan artıq mən nə deyim ki, Natiq əsl qəhrəmanlıq nümunələrindən biridir. Xahiş eləyərəm aidiyyatı qurumlardan Natiq layiq olduğu qəhrəman adına layiq görünsün. Natiq o zadın erməninin neçə canlı qüvvəsini məhv eləyən bir oğul olub. Natiq heç vaxt geri çəkilən oğul olmuyor. Həmişə bütün Ağdərənin döyüşlərində o zadın qabaqda gedən cəsur bir döyüşçü olub. Ən mühüm əməliyyatlardan biri Qazanç əməliyyatı olub. Fərrux dağına hücum eləmişik. Fərrux əməliyyatı olub. Ağdərə əməliyyatı olub. Qlobusa hücuma getmişik. Ermənini məhv eləmişik orada. 1991-ci ildə Azərbaycan milli qəhrəmanlığı təqdimat verilir. Lakin indiyə kimi şəhidimiz haqqı olan milli qəhrəmanlığını hələ də ala bilmir. Ailəsi də bunu xahiş edir ki, aidiyyatı orqanlarının bu məsələyə baxılsın.